Hər vaxtınız xeyir əziz izləyicilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz dünyada və bölgədə baş verən əsas hadisələri analiz edirik. Əsas hadisə yenə də bu İranda baş verənlər idi. Sanki biraz etirazlar səngimiş kimi görünür, amma sonrası necə olacaq bu haqda müxtəlif mülahizələr var. Çünki əgər köklü problemlər qonşu ölkədə həll olunmayıbsa, istənilən an İranda yenidən etirazlar başlaya bilər. Əslində necə başlamışdı? Bir daha xatırlayaq İranda etirazlar. Tehranın dükan sahibləri inflyasiyaya qarşı, artan qiymətlərə qarşı yürüş təşkil etmişdilər. Sonra bu yürüşlər geniş etiraz formasına çevrildi, müxtəlif şəhərləri bürüdü. Və belə baxanda indi etirazlar bir qədər səngisə də, məgər iqtisadi problemlər həll olundumu və yaxud yaxın illərdə həll olunacaqmı? İnflyasiya ilə bağlı hökumət ciddi addımlar atdımı? Nə qədər ki, İran qərb ölkələrinin sanksiyası altındadır. İnflyasiya da olacaq, iqtisadi və sosial problemlər də davam edəcək. Bu məsələlərin həlli üçün gərək İran sanksiyalardan qurtulsun. Amma sanksiyalardan qurtulmaq üçün İranın üzərinə düşən yükümlülüklər var. Gərək uranın zənginləşdirilməsini dayandırsın. Bu Amerikanın əsas tələblərindən biridir. Yeni bir tələb də var. Ballistik raket istehsalını azaltmalıdır. Bölgədəki terrorçu qruplara silah və maliyyə verməyə dayandırmalıdır. Hə, bunları yerinə yetirsə, sanksiyalar da yumşalar və İran iqtisadiyyatında o ciddi problemləri həll etmək mümkün olar. Amma nə qədər ki, bu məsələlər var, İran bu cür ağır durumdan çıxması çətin olacaq. Yəni, İran hazırda o dəyişikliklərə hazırdırmı ki, gələcəkdə bu cür etirazlar olmasın? Çətin ağlım kəsir. Belə olan halda İran yenə də gələcəkdə də ciddi etirazlardan sığortalanmıyor. Əziz seyircilər, proqramımızın bugünkü qonağı Milli Cəbhə Partiyasının sədr müavini, çox yaxşı tanıdığınız, hörmət etdiyimiz siyasi ekspert Məhəmməd Əsədullahzadıdır. Məhəmməd bəy, xoş gəldiniz. Xoş gördük. Məhəmməd bəy, həqiqətən də görünən odur ki, İranda sanki etirazlar səngiyib. Amma yenə də əgər bu köklü problemlər qeyd etdiyim kimi həll olunmasa, yenidən etiraz dalğası bürüyə bilər İrana. Çünki hər 3-5 ildən bir biz bu etirazların şahidi oluruq. Yəni bu problemləri həll edə biləcəkmi İrandakı rejim? Təbii ki. Və yaxud həll etmək istəyəcəkmi? Çox təəssüf ki, İran rejimi bu etiraz aksiyalarından nəticə çıxarmır. Çünki əvvəldə də belə bir etiraz aksiyaları baş verir. Düzdür, bu etiraz aksiyaları digər etiraz aksiyalarından fərqlidir. Çünki burada etirazçılar müəyyən dövlət binalarını yandırırdılar, odlu silahdan istifadə edirdilər. Bir növ hökumət qüvvələri ilə etirazçılar müəyyən qrup arasında bir-birlərinə qarşı silahlı bir münaqişə oldu. Bundan düşünürəm ki, nəticə çıxarmalıdır Tehran rejimini. Amma bilirsiniz, sistem elə formalaşıb ki, bunlar nəticə çıxarmır. İran prezidenti Məsud Pezeşkiyan hələ etirazlar olanda dedi ki, biz danışmalıyıq qizarətçilərlə, onları dinləməliyik. Amma növbəti gün İran Ali Dini rəhbəri Xamenei çıxdı, dedi ki, etirazçılar tamamilə dağıdılmalıdır, onların səsi kəsilməlidir və öldürülməlidir. Yəni, onun mesajı, bəyanatı buydu, öldürülməlidir, güzəştə getməyəcək. Yeri gəlmişkən, Məhəmməd bəy, prezident sonra bir açıqlama verdi ki, güya ki, belə bir görüş olub dükançı. Amma bu vaxt heç məlumat yayılmadı. Təbii ki, ola bilər ki, 3-4 nəfərdən belə bir görüş keçirilib, müəyyən bir kadrlarda verildi ki, amma ola bilər bir neçə, məsələn, Tehran bazarında... Amma o etirazların səngiməsinə səbəb olmadı. Yox, qəti surətdə bu deyil idi, etirazların səngiməsinə səbəb. Etirazlar ilk növbədə etirazı ciddi şəkildə dəstək olmadı. Bir növ Tramp administrasiyası məhz Tehran rejiminə müəyyən konfidensial danışıqlara getdilər. Burada Səudiyyə Ərəbistanıdır, Omandır, Türkiyədir və müəyyən bir vaxt istədilər Amerikadan Tehran rejiminə müəyyən vaxt verilsinlər. Həmçinin, bilirsiniz, mənim də düşüncəm ondan ibarətdir ki, bu etiraz aksiyalarının səngiməsində, həmçinin Güney Azərbaycanlıların, bizim orada soydaşlarımızın da geniş şəkildə etirazlara qalxmamasından da bir səbəbi keçmiş şahın oğlu Rıza Pəhləvinin durub açıqlamalar verməsidir. Fikir verirsiniz ki, İranda xalq ayağa qalxanda, rejim əleyhinə şüarlar səsləndirəndə Rıza Pəhləvə müqavva kimi çıxır. Vaşinqtonda bu məni gətirin hakimiyyətə, mən sizə dəstək verəcəm, mən bu etirazları təşkil eləmişəm, gəlir
Binyamin Netanyahu'nun da yanında İsrail bayrağının arxasında belə şüarlar səsləndirir. Bilirsiniz ki, artıq 47 ildir yeni nəsil İranda yetişib. Onlar şah rejimini qara ləkə kimi qəbul edirlər. Çünki ideologiya bu müstəvidə formalaşıb. Təsəvvür edin, 79-cu ildə doğulan bir insan, onun 47 yaşı var. Təbii ki, 47 il ərzində, məsələn 18 yaşından başlayaraq bu illər ərzində İran şah dövrünü tamamilə mənfi kimi bu ideologiyanın onun beynində olub. Rıza Pəhləvi də çıxır oradan deyir ki, məni gətirir, mən gəlib belə eləyəcəm demokratiya. Etirazçılar da görür ki, bu molla rejimi gedəndən sonra ondan pisi də hakimiyyətə gələcək, vəziyyət tamamilə pisləşəcək. Baxın, Rıza Pəhləvi çıxıb belə bir hər gün açıqlamalar verdi. Bir tərəfdən də Tehran rejimi insanlara qarşı silahdan istifadə edir. Ona görə də etirazçılar artıq meydanlardan çəkildi. Mən düşünürəm ki, bu bir növ Rıza Pəhləvinin çıxıb danışmağı İran molla rejiminin də maraqlarına xidmət elədi. Bir növ elə bu etirazlar qalxanda Rıza Pəhləvinin çıxmasından Tehran rejimi məmnun olur. Yəni deyir, görürsünüz ki, mən getsəm daha da betəri gələcək. Ona görə də mən həmişə deyirəm ki, İranda həm Pəhləvi rejimi, həm də indiki rejim bir medalın iki yüzüdür. İranda şah rejimi idi. 79-cu ildə Xumeyni gəldi, onu devirdi. Şah rejiminin əvəzinə vilayət fəqih yaradıldı. Baş nazir sistemi üçün prezident, baş nazir orada iqtisadiyyat kurası edirdi. Prezident postu yaradıldı və şahın dövründə savaş vardı. O demək olar ki, etirazçılara qarşı şah rejiminin daxili stabilliyinin qorunması istiqamətində bir güc idi, xalq əzirdi. Savaşın yerində də molla rejimi sepah yaratdı. Yəni görürsünüz ki, eyni mahiyyət və şah rejimi necə İran idarə edirdi? İran rejimi də, indiki dini rejimdə xalqı o dərəcədə idarə edir. Yəni xalq da gördü eyni sistemdir və bu etiraz dalğası da tamamilə dayandı. Həmçinin bilirsiniz ki, Amerika Birləşmiş Ştatları da ciddi şəkildə müəyyən sözdə dəstək verdi Trump. Amma hərəkətə keçmədilər. Dediyim kimi, müəyyən qədər görünür danışıqlara gediblər, müəyyən molla rejimi vədlər də verib. Ona görə də gözləmə mövqeyindədirlər. Amma əgər bu molla rejimi, Tehran rejimi prosesi uzatsa, müəyyən boşluqları gücləndirsə, Amerika ilə yenidən Amerikaya verdiyi vədləri yerinə yetirməsə, düşünürəm ki, həm islahatlar həyata keçirməsə, həm siyasi islahat, həm sosial islahat, həmçinin Amerikanın tələbi bundan ibarətdir ki, Araqçı ilə Utkov da bilirsiniz ki, telefonda danışıqlar aparıb ciddi. İran nüvə ambisiyalarına əl çəkməlidir. 4 tələbi var. Bəli, raket proqramını kifayət qədər azaltmalıdır, proksi qüvvələri dəstəkləməməlidir. Yəni, İran bunu prinsiplə deyir, qəbul edirəm. Ona görə də məsələlər müəyyən qədər sakitləşib. Hətta edama da getmədi Trumpın ciddi təzyiqlərindən sonra. Çünki edamlara getsəydi... İran prokuroru qəti güya deyirdi ki, deyirdilər, bəli. Biz bugün edam etməsək vəziyyətimiz ağırlaşa bilər. Əgər edam olunsaydı, əminlə deyirəm ki, Trump Amerika İranın müəyyən dövlət binalarına hərbi əməliyyatlar keçirə bilərdi. Görünür, Səudiyyə Ərəbistanda, Türkiyədə, Omanda İrandan bunu tələb ediblər ki, edamları durdur, edama getmə. İndi bilirsiniz ki, Fars rejiminin bir yalan strategiyası var. Yəni, yalan diplomatiya olub daima. Bunlar dildə bir deyir, amma praktikada daha da öz bildiklərini eləyirlər. Bunu İsrail-İran müharibəsində də gördük. 12 günlük müharibədə atəşkəs əldə olundu. İran yenə də söz vermişdi Qərbə. Amma proseslər elə vəziyyətə gəldi ki, İran yenidən silahlandı, heç bir islahata da getmədi. Vəziyyət indiki müstəviyə gəlib çıxdı. Ona görə də düşünürəm ki, Amerika Birləşmiş Ştatları da gözləmə mövqeyindədir. İran bu proseslərdən dərs çıxartmasa və yenidən silahlara getməsə, həm xarici siyasətdə, həmçinin daxili siyasətdə İrana qarşı hərbi zərbələr mümkündür. Bilirsiniz, İran problemi nədir? Bu günə İran problemi, bir nömrə problemi var. İran ali dinli rəhbəri Seyid Əli Xamenei. 86 yaşı var. Verdiyi qərarlar tamamilə qeyri-adekvatdır.
İran xalqını və dövlətini çətin vəziyyətdə saxlayır. Prezident Məsud Pezeşkiyan dəfələrlə dedi ki, biz xarici açılım siyasəti həyata keçirməliyik. Hətta BMT-nin tribunasına da çıxış elədi. Amerikaya qardaş xalq dedi. Nüvə proqramı ilə də bağlı Qərblə çox ciddi danışıqlara getmək istədi. Amma onun qarşısını Əli Xamneyi kəsdi. İran ali dini rəhbəri. Yəni imkan vermədi qəti surətdə Qərbin açılımlara getməyə. Görünür, uzun illər din ideologiyası, həmçinin yaşı, Qərbə bir şeytanı kimi baxması Xamneyinin bir növ psixoloji bir vəziyyətindən irəli gəlir. Amerikaya, Qərbə, İsrailə qarşı normal bir açılım siyasətinə getməmək, tamamilə düşmən siyasəti saxlamaq. Mən düşünürəm ki, nə qədər Xamneyi hakimiyyətdədir, əgər bu siyasət davam edəcək, Qərblə, yəni İsraillə, Amerika ilə əldə olunan razılaşmalar yerinə yetirilməyəcək. Amerika nə istəyir? Struktur islahatlara getmək. Vilayət fərqi sistemi yerində qalsın, amma bütün administrativ səlahiyyətlər prezidentə verilsin. Amma indi bütün səlahiyyətlər bilirsiniz ki, Silahlı Qüvvələrin Ali Baş Komandanında ali dini rəhbərdir. İqtisadiyyatda, xarici siyasətdə, daxili siyasət hamısı ondan asılıdır. Xarici siyasət də o kurasiya edir. Prezident nə qədər çıxıb danışsın, amma söz olaraq qalır, bir prosesə də yön verə bilmir. Pezeşkiyan özü də etiraf elədi. Dedi ki, mən qoyumurlar işləməyə. Mən dediklərimə əməl etməyə imkan vermirlər. Proses bundan ibarətdir. Ona görə də deyirəm ki, bu günləri İranın problemi, bu günləri İran ali dini rəhbəridir. Baxın, İran ali dini rəhbərinin müşavirləri, onun yerlərdəki nümayəndələri də anti-Azərbaycan siyasəti həyata keçirirlər. Hətta onun Ərdəbildə bir imam cüməsi vardı, Amulu. Dəfələrlə Azərbaycan prezidentinə qarşı, Azərbaycan dövlət rəsmilərinə qarşı, Azərbaycan hakimiyyətinə qarşı qeyri-etik ifadələr sərgilirdi. O təlimatlar kimdən gəlirdi? Təbii ki, Əli Xamneydən gəlirdi. Yəni proses o qədər, yəni İranın siyasi sistemi ciddi şəkildə fundamental böhran içindədir. Artıq bu etirazlarda da onlar xalq qarşısına legitimliyini də itiriblər. Həm qonşular tərəfindən legitimliyi itirilib, həmçinin xalq tərəfindən, həm xarici siyasətdə, həmçinin daxili siyasətdə. Sadəcə olaraq Türkiyədir, Səudiyyə Ərəbistandır, həmçinin Omandır, istəmədilər ki, İranda müharibə, çünki onların da regional təhlükəsizliyə müəyyən təhdid ola bilərdi. Ona görə müharibə əleyhinədirlər və çalışdılar ki, məsələləri yenidən diplomatik danışıqlar yolu ilə həll eləsinlər. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları da çalışdı ki, bu etiraz aksiyaları ilə rejimin dəyişməsinə nail olsunlar. Amma dediyim kimi Rıza Pəhləvinin də ortaya çıxması, mənim bu subyektiv fikrimdir. Hər gün açıqlamalar verməsi, durub boş-boş danışması, təbii ki, bu etirazların da səngiməsində də əsas rol oynadı. Bir də dediyim kimi güc strukturların kəsin şəkildə ordu silahdan istifadə etməsi. Amma Amerika Birləşmiş Ştatlarının strateji planı ondan ibarətdir ki, hətta 79-cu ildən bəri İran rejimi devrilməlidir. İranda yeni bir sistem qurulmalıdır. Yəni, bu düşünmürəm ki, Pəhləvilər olacaq. Çünki Pəhləvilərin qatarı çoxdan gedib. Bunlar içəridən yeni bir lider ortaya çıxarmaq istəyirlər. Baxın, silahçıların qanadı Ruhaninin həbs edilməsinə bağlı xəbərlər yayıldı. Ola bilər ki, həbs olunub. Çünki İranda bir informasiya plakatası var. Və ola bilər ki, Amerika Birləşmiş Ştatları içəridəki islahçı liderlərlə də müəyyən əlaqələr qurmağa cəhd ediblər ki, İran hakimiyyəti onlara qarşı bir onların həbsinə və yaxud təcrid olunmasını istiqamətində müəyyən addımlarda atıb. Yəni, bunu da istisna etmirəm. Bu günləri Trumpın İrana qarşı həyata keçirdiyi bu siyasət Trumpın şəxsi siyasəti deyil ki, bu Amerika Birləşmiş Ştatlarının 47 ildir ki, öz prioritet siyasətidir. Yəni, Trump, bu məsələ Trumpdan qaynaqlanmır. İrana sanksiyaları Trump tətbiq etməyib ki, bu Amerika dövləti tətbiq edir və plan da bundan ibarətdir ki, Rusiya, Çin və İran üçbucağına qarşı ciddi zərbələr vurulmalıdır və
bunların oxu tamamilə zəiflədilməlidir. Rusiyanın Ukrayna böhranına çəkdilər. İranda rejimi ya dəyişməlidir və yaxud strukturu islahatlara getməlidir. Vilayət fərq sistemi ləğv olmalıdır. Orada mülki prezident olmalıdır. Və növbəti mərhələdə də Çin olacaq. Hind Sakit Okean periferiyasında Amerika onu mütləq münaqişəyə çəkəcək. İndi müxtəlif yollarla. Çünki Hind yarımadasında bilirsiniz ki, Tayvanla Kamboca müharibəsində, həmçinin Hindistan-Pakistan orada adi müharibənin də baş verməsi sıradan bir təsadüfi deyil, adi ərazi münaqişələri. Ərazi münaqişəsi də olsa da, amma zəncirvari tamamilə strateji bir müharibədir. İran da təbii ki, bu xalqanın içindədir və düşünürəm ki, İranda rejim gec və ya tez çökəcək. 2025-ci ildə bu məsələni bunlar daha da qabarıq şəkildə gündəmə çıxartdılar. Baxın, Rusiyadır, İrandır. Hər ikisi tamamilə getdikcə zəifləyir. Venezuela qərb yarımkürəsində demək olar ki, Amerika gücləndi. Monroe doktrinasına da bir növ qayıtmaqla. Amma bu təbii ki, bu manipulyasiyadır. Qərb yarımkürəsində Çin və Rusiyanı çıxardır və Amerika Birləşmiş Ştatları öz periferiyasından tamamilə arxayın olur və keçir Avrasiya regionuna və bu Avrasiya regionunda mütləq şəkildə öz geosiyasi mövqeyini qurmalıdır və Amerika yeni dünya siyasi nizamı qurur. Və bu yeni dünya siyasi nizamında Rusiya regional güc də olmayacaq. İran regional gücü idi, bilirdi ki, yaxın şərqdə kifayət qədər proksi qüvvələri var, güclü idi. İranı nə günə saldılar? Tamamilə yaxın şərqdən vurub çıxartdılar və hazırda rejim olum və ölüm dileması qarşısında qalıb. Yəni, öz həyatları təhlükədədir bu dəqiqə. Və İran da artı daxili problemlərinə çəkilib. Baxın, Donald Trump prezident seçkilərində ondan sonra da nə deyirdi? Hamı Amerikaya hörmət etməlidir. Amerika Birləşmiş Ştatları yenidən qayıtdı. Biz Amerikanı yenidən quracaq. BMT-də, NATO-da artıq bunları istəmirik. Hətta və düşünürəm ki, bu Trump'ın da öz şüarı deyildi. Bu Amerikanın dövlət institutlarının şüarı idi. Çünki Rusiyada artıq Çində çox qütblü dünya qurmaq istiqamətində artıq siyasətə başlayırlar. Rusiya Ukraynaya niyə hücum etdi? Ərazi münaqişəsi deyildi, bu torba münaqişəsi deyildi. Bu Rusiya fövqəladə dövlət statusu almaq istəyir, çox qütblü dünya qurmaq. Çin də bilirsiniz ki, ötən ildə böyük bir hərbi parad keçirdi, güc nümayişi, gövdərisi, əzələ nümayiş etdirdi və dedi ki, mən də varam, mən də çox qütblü dünya qurmaq istəyirəm. BRICS bilirsiniz ki, təbii ki, Amerika Birləşmiş Ştatlarının dövlət təsisatları, Pentagon, Dövlət Departamenti, Konqres bu məsələlərə sıradan baxmazdı. Ona görə də Donald Trump'ı bunları özləri hakimiyyətə gətirir. Çünki demokratlar gəlsəydi, beynəlxalq hüquq var, bunlar hörmət etməlidirlər. Müəyyən qədər o imici qorumaq idi. Donald Trump'ı dərin dövlət düşünürəm ki, gətirdi, Dəlisov vurub keçmək. Necə ki, Venezuela'da gecə ilə gəldi, Maduranı yatağına həbs etdirdi, apardı, Qrilandiyanı götürürəm Çin və Rusiya təhdidinə görə. Həqiqətən də bu təhdid var Arktikada. Mən düşünürəm ki, məhz Amerika Birləşmiş Ştatları dünyanı yenidən dizayn edəcək. Rusiya, Çin, İran oxunu tamamilə zəiflədəcək. Özü yeni qurumlar quracaq. Necə ki, Qəzza ilə bağlı bir sülh platforması yaradır və BMT-yə alternativ qurum kimi bir təşkilat yaratmaq istiqamətində də addım alır. 60-dan çox təşkilatdan Amerika Birləşmiş Ştatları çıxıb. Və bu Amerika tək qütblü dünya qurur. Bu dünyada artıq avtoritar rejimlər olmayacaq. Həmin rejimlər ki, həmçinin regionda qonşularına qarşı təhdid həyata keçirirlər, müəyyən bir aqressiv siyasət həyata keçirirlər. Avtoritar rejimlər Çindir, Rusiyadır, həmçinin İrandır. Yəni bunlar həqiqətən də problemli ölkələrdir. Mən düşünürəm ki, məhz Amerika bu istiqamətdə bunları zəiflədəcək, dünyanın siyasi nizamını yenidən şəkilləndirəcək, NATO-da çökəcək, BMT-də artıq demək olar ki, degradasiya uğradı, sadəcə adı qalıb. Elə proses indi başlayır, mən düşünürəm ki, və
ağırlı gedəcək. Təbii ki, bu prosesin ağırlı və yumşaq getməsi Amerika Birləşmiş Ştatlarının proseslərə də yanaşmasına asılı olacaq. Məsələn, İran məsələsi də bundan ibarətdir. Ona görə də düşünməyək ki, İranda indi etiraz aksiyaları dayandı, hər şey yaxşıdır. Yaxşı deyil. İrana sanksiyalar götürülməyib ki. Bu proseslər sanksiyalardan irəli gəlir. Bu günləri İran xarici mal ala bilmir. İran real tamamilə iflasa uğrayıb. Bunlar silah keçirə bilmirlər. Vəziyyətlərin kifayət qədər çətindir. İran bu etirazların tamamilə dayandırılması, İran iqtisadiyyatını müəyyən qədər bərpa etmək üçün sanksiyalar aradan qalxmalıdır. Bu da götürülmür. Avropa İttifaqı deyir ki, yenidən sanksiyalar tətbiq eləyəcəm. Bir tərəfdən də Amerika Birləşmiş Ştatları ötən gün yenidən raket esminesilərini, hərbi qırıcı esminesilərini İran ətrafına gətirib, yaxın şərqə gətirib. Yəni Amerika Birləşmiş Ştatları yüz milyonlarla xərc çəkir. Bu qədər hərbi vasitələri həm dənizdə, həm qurda, həm də havada yaxın şərqi İran ətrafına gətirirsə, deməli proses davam edəcək. Yəni İran rejimi gedəcək və yaxud tamamilə açılım siyasəti aparıb Amerikan şərtlərini qəbul edəcək. Bu olmasa da hərbi əməliyyatlar mütləq şəkildə həyata keçiriləcək. İran rejimi yəni artıq əvvəlki İran olmamalıdır. Amerikanın siyasəti budur. Çünki dediyimiz kimi Amerika yeni bir dünya siyasi nizamı qurur və özü olacaq. Yəni tək söz nə Çin olacaq, nə Rusiya olacaq, nə də regional ölkələr olacaq. Yəni proses, amma burada rol veriləcək, Türkiyə veriləcək, Böyük Britaniya veriləcək bu rol. Bu da Avropa İttifaqı da təbii ki, indiyə qədər Amerika ilə Avropa arasında fikir ayrılığı yaransa da, amma müəyyən dərəcədə uzlaşacaqlar. Bu bir növ Amerika Birləşmiş Ştatları da Avropanı da artıq ayıldır ki, iqtisadiyyatını hərbi rельsə keçir. Bu qədər rifah içində yaşadı, artıq əlini cibinə qoy, silahlan, öz təhlükəsini də təmin elə və sən də müəyyən qədər geopolitik nizamda Amerikaya hərbi cəhddən dəstək ver. Və bu proseslər fonunda təbii ki, hörmətli tamaşaçılar Azərbaycan nə etməlidir? İndi bilirsiniz ki, Azərbaycanla Amerika arasında çox yaxşı əlaqələr qurulur. Hərbi, siyasi, iqtisadi, təhlükəsizlik sahəsində. Türkiyədə bu proseslərin içindədir. Türk dünyasında biz artıq formalaşdırırıq. Türk dünyasına da bilirsiniz, Böyük Britaniya dəstək verir. Amerika Birləşmiş Ştatlarda Cənubi Qafqaz, Tramp marşrutu, Zəngəzur dəhlizinə, Mərkəzi Asiya açılım siyasəti aparılır. Bilirsiniz, C5 formatı var. Amerika Birləşmiş Ştatlarda Mərkəzi Asiya ölkələrinə artıq Azərbaycan da həmin formatın üzvüdür. Yəni bu proseslər Azərbaycanın da geosiyasi və təhlükəsizlik maraqlarına uyğundur. Yəni proses bu müstəvidə davam edir və düşünürəm ki, dünyada müəyyən qədər gərgin, böhranlı vəziyyətdə olsa, bu dizayn olunur və proses müsbətə doğru gedir və Azərbaycan da həmin Qərb dünyasına, Amerika siyasətinə qarşı cəbhədə deyil, məhz Amerikanın apardığı siyasətlə eyni xəttədir. Məhəmməd bəy, çox xeyli maraqlı fikirlər, tezislər söylədiniz. Bunların içində bir İran keçmiş şahı və yaxud vəliəhd Rıza Pəhləvi ilə bağlı da maraqlı fikirlər söylədiniz. Tamamilə sizdən razıyam. Rıza Pəhləvi, ya Molla rejimi fərq eləmir, medalın iki üzvüdür. Amma buna baxmayaraq, düzdür, çalışdı ki, Amerika prezidentinə görüşəmədi, amma Amerika prezidentinin müşaviri Uitkov onunla görüşdü. Yəni, İran cəmiyyətində böyük dəstək, amma hər halda ortada olan budur. Məsələn, farslar bunu göstərir, başqa bir liderin olmadığını göstərirlər, nə qədər zəif olsa da. Belə bir fikir də var ki, siz bir qədər öncə bir maraqlı fikir də söylədiniz ki, Amerika daxildə də axtara bilər, görsün, alternativ qüvvə kimi olur. Məsələn, Ruhaninin dedi, keçmiş prezident, bəli, xəbər yayıldı ki, ev həbsində. Ümumiyyətlə, bu İrandakı bu rejim, xoşu gəlmədiyi şəxslər, hətta içində prezidentlər də olur. Xatəmin ev həbsini alır. Yəni, rəsmən həbs edə bilmir də, hansı maddələ həbs. Amma ev həbsini alır. Ya keçmiş Xomeynin dövründə də belə hallar var idi. Məsələn, Şərəmətdarini hətta öldürdülər. Muntazeri əslində Xomeynin yerinə gəlməli idi. Montazerini təhdid etdilər. Niyə təhdid etdilər? Montazeri dedi ki, vilayət-i fəqfin əleyhinə çıxdı. Dedi ki, biz dövləti idarə edə bilmərik. Biz mollalar da, yəni belə desək, kənarda dayanmalıyıq.
dövlət başqaları idarə etmə. Amma ev həbsini aldılar, imkan vermədilər. Qumda desin ev həbsini. Xamneyini gətirən, amma Xamney o kriteriyalara cavab vermir. Şəhid mədarını da elə Bəli. əziyyət verdilər. Amma indi bir məsələ də var. Yaxşı, Pəhləvi zəif fiqurdur. Yəni, İran əgər daxildə kiminləsə təmasa keçmək istəsə, elə indiki prezident Məsud Pezeşkiyan özü ki, Bəli. belə deyək də, islahata meyilliyi var, bəzi fikirlər açıq söyləməz, açıq deyir ki, bizim problemimiz Amerika İsrail deyil, daxildədir. Bunu əvvəl də deyirdi, indi də deyirdi və yaxud etirazlar yeni başında atəş atmır. Düz deyək, atəş atılıb, minlərlə insan ölüb. Mələ əgər Pezeşkiyan da çox ağır seçim qarşısında qalıb. Bəli. Nə qədər səlahiyyətin az olsa da, sənin dövründə minlərlə insanı öldürdülər. Bəli. Düz orada silahlı qruplar da var idi, sərhəddi keçən hansısa terrorçu qruplar da ola bilər. Amma etirazçı atəş açır. Amerika, sualımı belə qoyum. Amerika Pezeşkiyanı seçə bilərmi? Mən düşünürəm ki, Pezeşkiyanla işləyə bilər, seçə bilər. Çünki Pezeşkiyan məhz İranda müəyyən həmin mühafizəkar kəsim onu gətirdilər ki, müəyyən qədər qərblə reveranslara geçsin, müəyyən açılım siyasəti aparsın Amerika ilə. Hətta bu müstəvidə çox çalışdılar, amma Amerika da bu məsələyə müsbət baxırdı. Həmçinin Avropa ölkələri də, Avropa İttifaqı da, amma Sibah müəyyən qədər möhkəmlənəndən sonra mühafizəkar sistem bu islahatların qarşısını aldı. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları Pezeşkiyanla işləyə bilər. Hətta Pezeşkiyan da Amerika ilə də işləməsində özü də bir problem görmür. Məncə özü də Vaşinqtonla dialoqun tərəfdarı Dialoqun olar. tərəfdarı bəli olub. Hətta Amerika investorlarında o bir dəfə də İrana cəlb edəcəyini də vurğulamışdı, dəvət də etmişdi. Sadəcə olaraq ona imkan vermir Seyid Əli Xamney, İran Ali Dini rəhbəri və onun yanındakı Sepah. Yəni proseslər bu müstəvidədir. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları indi danışıqlar gedəcək. Ola bilər ki, Amerika tələb etsin, çünki lider ortada yoxdur. Pəhləvinin gətirilməsi digər İranda yaşayan xalqların qəbul etməməsini gətirib çıxaracaq. Cənubi Azərbaycanlılar, bizim soydaşlarımız qəti surətdə, onlar 40 milyondur, həlledici hissəsə malikdir. Onlar qəti şəkildə Rıza Pəhləvinin gəlməsini qarşıdırlar, Kürdlər qarşıdırlar, Əhvazda ərəblər qarşıdırlar, böyük xalqlar bunlardır, bir də Qaşqaylardır. Amma farsların müəyyən qismi millətçilik baxımından bilirsiniz, o da gənc nəsil deyil. Onlar yaşlı nəsildir, onu müəyyən qədər nostalji hisslərlə yaşayan dövründə yaşamış bir qədər insanlar. Onlar da həll edici deyil. Nostalgiyası ilə. Ona görə də Pəhləvi, çünki Donald Trump da etiraf etdi ki, yəni Pəhləvi ilə bağlı məsələdə mən əmin deyiləm. Çünki İran xalqı onu qəbul etməyəcək. İkincisi, İranın daxilində olan liderlər var. Həmin elə bu rejimin içindən çıxan liderlər Xatəmidir, Ruhanidir, İslahatçı, həm də Musəvidir. O da bilirsiniz ki, Mehdi Kərrubidir. Onlar da bir çox ev həbsindədir. Bəli. İndi bunları da neytrallaşdırır İran rejimi hazırda. Bir qalıb Pezeşkiyan. Fikir verirsiniz ki, avtoritar sistemlərdə sabahları onların hakimiyyəti tamamilə pis vəziyyətə düşəndə dövlətin də vəziyyəti çətinləşir, xalqların taleyinə təsir edir. Ona görə də bir dövlətdə mütləq şəkildə müxalifət olmalıdır. Baxırsınız, həlledici məqamlarda müxalifət mütləq lazımdır. Suriyanın o günə düşməsi də niyə vəziyyət olur? Çünki müxalifət yox idi, bir lider yox idi ortaya çıxarsınlar, dünya ondan işləsin. Və avtoritar sistemlərin xalqa və dövlətlərə vurduğu zərbə budur. Dövlətlərin taleyi, xalqların taleyi məhv olur. Məsələn, İranda da ortada bir lider yoxdur ortaya çıxan. Var, onlar da sistemi bəlkə ona görə yoxdur ki, Məhəmməd bəy, həmin lider dərhal həbs edəcəklər, edam edəcəklər, öldürəcəklər. Məsələ odur, imkan verməyiblər də. Məsələ odur, avtoritar liderlər imkan vermir ki, yeni bir lider ortaya çıxsın. Siyasi partiyaların inkişafına tamamilə imkan vermirlər. Məsələn, İranda vəziyyət o dərəcədədir. Bir Pezeşkiyan qalıb. Mən düşünürəm ki... Həqiqətən, üzr sözünüzü kəsim. Həqiqətən, İranda bir müxalif siyasi cərəyan olsaydı, bəli,
İran rejimi onunla diyaloqa keçər, bu qədər toqquşmada olmaz, bu qədər insan da ölməzdi. Əlbəttə ki, diyaloqa keçər, dövləti məsələlərdə birgə bu kimi məsələlər həll edir, vəziyyətdən çıxış yolu tapardılar. Hökumətin qansız və qadasız ötürülməsi baş verirlərdi qanuni yolla. İndi əgər İran molla rejimi bu böhrandan çıxmaq istəyirsə, tamamilə hakimiyyəti Pezeşkiyana verməli və Pezeşkiyan da Amerikanın qərbdən açılım siyasətinə getməli, normal dövlət qurmalıdırlar. Siz deyəndə ki, bütün hakimiyyəti Pezeşkiyana verməli, bu o demək ki, onda yeni bir konstitusiya da qəbul olmalı. Çünki konstitusiyaya görə əslində... Bəli, əgər bunlar Amerikanın bombasından xilas olmaq istəyirlərsə, öz həyatlarını təhlükəyə atmaq istəmirlərsə, təbii ki, struktur islahat deyirəm. Ona görə fundamental bunlar dəyişikliyə getməlidirlər, konstitusiya islahatına getməlidirlər, prezident institutu güclənməlidir, bütün səlahiyyətlər ona verilməlidir. Bilirsiniz, prezident ali dini rəhbərdən daha da nüfuzlu, güclü olmalıdır. Çünki prezidenti xalq seçir. Onu 5-10 molla seçir. Onu 5 nəfər molla seçir, o nə səlahiyyət olacaq? Amma prezidenti xalq seçir, xalq ona etimad edilir, o cavabdeh olmalıdır. Bütün bu məsələlərdən, bu problemlərdən. Ona görə də Amerikada Pezeşkiyanla işləyə bilər. Sadəcə olaraq indi bunlar islahatlara getməlidir. Yox, əgər islahatlara getməyəcəklərsə, sanksiya qalacaq, ya da sosial vəziyyət daha da pisləşəcək. Bu fırtınadan qabaq sakitlik olur. İndi bu sakitlikdir. Bu sakitlikdən molla rejimi müəyyən nöqtələrdə problemləri örtməyəcəksə, danışıqlara gedəcəksə, bu böhrandan çıxa biləcəklər. Yəni, struktur islahatlara getmək, İranın bu problemdən tamamilə çıxarmaq, onda İranın xalqı və dövləti üçün müsbət proseslər ola bilər. Amma əksi isə tamamilə İran dövlətçiliyinin demokrasi zəifləməsi, bu hakimiyyətin getməsidir. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları da Pezeşkiyanla işləyə bilər. Siz bir qədər öncə ali dini lider haqqında danışarkən bir neçə dəfə təkrarladınız ki, İranın əsas problemi Xameneidir. Yəni 89-cu ildən ali dini liderdir, Xomeyni öləndən sonra. Ona qədər 8 ildə prezident olmuşdu. Əsas razıyam. Və indi Amerika 4 tələbi var, siz də səsləndiniz. Və çətin ağlımız kəsir ki, bu Xamenei, bu rejim bu 4 tələbi yerinə yetirsin. Bu onda nə demək olacaq? Yəni bu nisbi sakitlik yenə də pozulacaq. Mən düşünürəm ki, əgər bu tələblər yerinə yetirilməsə, sanksiyalar daha da sərtləşəcək, yeni sanksiyalar tətbiq olunacaq və yenidən danışıqlar aparılacaq. Əgər İran rejimi yenidən öz mövqeyində qalarsa, mən nöqtə əməliyyatlarını istisna etmirəm. Çünki Amerika Birləşmiş Ştatları, ora hərbi qüvvələri məhz İran rejiminə təzyiq üçün gətirir. Əgər 10-15 gün və yaxud 1 ay tutaq ki, vaxt verdilər. Əgər İran tərəfi təklifləri qəbul etməsə, islahatlara getməsə, təbii ki, Amerika Birləşmiş Ştatları hərbi əməliyyatlar əl atacaq. Bir də Məhəmməd bəy, bu indi İran rejimi Amerikadan qorxduğuna görə bu edamlara dayandı. Edam qərarını yerinə yetirmədi. Amma sizcə bu rejimi ki biz yaxşı tanıyırıq, illər boyu bizə qarşı da çox belə saxtakarlıqlar, anti-Azərbaycan siyasəti yürüdüb. Məsələn, İran prokuroru mən çıxışını da dinlədim, siz də dinləmişsiniz böyük ehtimalla ki, yox, mütləq edam lazımdır. Yəni bu edamları gizli şəkildə həyata keçirə bilərlərmi? Gizli şəkildə keçirə bilərlər, amma bu informasiya yayılacaq, onların ailələri bu müstəvidə məlumatlar verəcəklər, bu yenidən dövrəyə çıxacaq və bu İran rejiminin vəziyyətini daha da çətinləşdirə bilər. Çünki yaxına Türkiyə kəşfiyyatı da bu məsələ ilə məşğuldur. Səudi Ərəbistanı da... Yəni gizli qala bilməz də bu. Gizli qala bilməz bu məsələ. Ona görə də İran rejimi, ona görə də bu məsələni müəyyən qədər dayandırıb. Çünki bu əks effekt də verə bilər. Xalq yenidən etirazlara qalxa bilər. Onun yaxınları, öldürülənlərin yaxınları yenidən etiraz aksiyalarına qalxa bilərlər. Ona görə də İran rejimində artıq gözləmə mövqeyindədir. Məsələn, Əraqçı demək olar ki, hər gün Türkiyə ilə telefon diplomatiyası... Bir gündə 2 dəfə Hakan Fidanla telefonla. Sanki belə yalvarır ki, Amerikanlarla yaxşı münasibətimiz var. İnandırın Trump administrasiyasına hücum et. Bəs yaxşı, siz PKK-ya dəstək verəndə, silah verəndə,
Türkiyənin əleyhinə siyasət yürüdəndə bilmirdiniz ki, bir gün Türkiyə ehtiyatsız olacaq. Bu məsələ. Baxın, PJK-ın nümayəndə Kürd silahları İranda etirazlar gedəndə bunlar Urmiya istiqamətində Şimali İraq Kürd muxtariyyəti ərazisindən silahlı Kürd terrorçuları elə İsrail tərəfindən göndərilirdi. İranda ixtişaşlar həyata keçirmək, silahlı ixtişaşlar. Bəli, çox silahlı toqquşma bölgədə olur. Həmin koordinatları kim vermişdi İrana? Təbii ki, Türkiyə kəşfiyyatı. Hər gün Türkiyənin PUA-ları orada müşahidə kəşfiyyat aparırlar və nəticədə İran həmin silahlı qruplar, terrorçuları yerində məhv elədilər. Hətta bugünkü İran rejimi Türkiyə minnətdar olmalıdır. Bu günləri onların orada sağ qalması, hələ də hakimiyyətlərin davam etməsində Türkiyənin önəmli faktoru var və qəbul etməlidirlər ki, artıq Türkiyə regional gücdür. Türkiyə region ölkələrinin qarantıdır. Türkiyə ilə hesablaşmalıdırlar. Türkiyə əleyhinə provokasiya etməməlidirlər. Təkcə Türkiyə əleyhinə yox, Azərbaycanla da münasibətlər yaxşı olmalı. Ermənistan məsələsinə baxın, Ermənistan İrana arxa çevirdi. İranda etiraz aksiyalarında, Ermənistanda İran səfirinin qarşısında hətta oradakı İranlılar azdır. Orada müəyyən muzlu qüvvələr vardı, şərait yaratdı Ermənistan hakimiyyəti. İran səfirliyinə qarşı çox ciddi şəkildə etirazlar davam edir. Amma Azərbaycanda qəti surətdə belə bir problem olmadı. Türkiyədən danışarkən, bəli, Hakan Fidanı biz xatırladıq. Hakan Fidan Türkiyənin Xarici İşlər Naziri bir neçə gün öncə Türkiyənin TRT kanalına geniş bir müsahibə verdi. İranla bağlı jurnalist ona sual verəndə, yəni Türkiyənin mövqeyini izah etdi. Türkiyə İranın ərazi bütövlüyünü dəstəkləyir, 1. Türkiyə İrana qarşı xarici müdaxiləni pisləyir, 2. Amma bir əlavəsi də oldu. Dedi ki, İran da gərək xarici siyasətinə bir göz gəzdirsin. Əsas da siz demiş, qonşu dövlətlərlə münasibətlərə göz gəzdir. Budur, bu əslində yaxşı dərs olmalı. Amma dərsdən nəticə çıxaracaqlar. Sabah yenə də vilayəti açıqlama verəcək ki, biz Zəngəzur dəhlizinin əleyhinə. Yəni adam elə ki, bunlar yenə də nəticə çıxartmayacaq. Mən düşünürəm ki, farslar indiki rejim bu məsələlərdə nəticə çıxarmır. Çünki orada Xameneidə nə qədər səlahiyyətlər var. Yəni bunlar bu məsələlərdə nəticə çıxarmayacaqlar. Yəni mən düşünürəm ki, İranın hazırki strukturu, dini rejim, mühafizəkar dairə, İran xalqı, İran dövləti üçün, həmçinin region üçün çox problemdir. Mən İrana qarşı hərbi müdaxilənin əleyhinəyəm. Çünki İran qonşu ölkədir. İranda bizim soydaşlarımız var. Orada müharibənin başlamasını qəti surətdə istəmirəm. Amma oradakı molla teokratik rejim getməlidir və hakimiyyəti indiki Pezeşkiyana verməlidirlər. Ondan sonra bəli, İran ondan sonra normal bir dövlətə çevrilə bilər. Amma digər Pəhləvilərin gəlməsini də qəti əleyhinəyəm. Çünki onların hakimiyyətə yenidən qayıtması İranın demokratikləşməsi olmayacaq. Ümumiyyətlə, İranda kimlərin hakimiyyətdə olması, məsələn, Pəhləvilər gəlsin və yaxud digər, məsələn, bir məsul demokratlar gəlsin, onlar yenə də İranın yaxın şərq, region siyasətindən geri çəkilməyəcəklər. Eyni ənənəvi siyasət aparılır. Sadəcə olaraq bu qonşularla normal münasibətlər qurulmalıdır. Terrorçu qruplar yaratmamalıdırlar, maliyyələşməməlidirlər, maliyyələşdirməməlidirlər. Məsələn, Azərbaycana da qarşı bunlar müəyyən terrorçu qruplar, Hüseyniyyün terror təşkilatı, hər gün sosial media səhifələrindən İranda bəsləyirlər hələ bizim keçmiş vətəndaşlarımız Azərbaycana qarşı qrup formalaşdırıb. Bəli, qrup formalaşdırıb. Yəni bu siyasətə mütləq şəkildə İran indiki İran rejimi mütləq şəkildə baxmalıdır və İranın artıq bu dar günündə kimlərin kim olduğu artıq ortaya çıxdı. Uzun illər özləri də etiraf edir ki, Ermənistan Azərbaycana qarşı işğalında İran Ermənistanın həmişə yanında olub. Yəni, verilən mesajın altyapısı bu idi. Amma bu günləri Ermənistan İrana xəyanət etdi. Amma bu Azərbaycan bu məsələdə tamamilə mövqeyi aydındır. Tamamilə bu İran daxili məsələsi qarışmadı və burada İran əleyhinə də hər hansı bir hərəkətlənməyə də yol vermədi. Və Azərbaycan qardaşı müttəfiqi Türkiyə İranı rejimini bu bəladan necə deyirlər qurtarıb. Məhəmməd bəy, biz əlbəttə biz qarışmadıq İranın daxili işlərinə, amma
İranda, Güney Azərbaycanda soydaşlarımız yaşayır. Siz bir qədər əvvəlcə də doğru olaraq qeyd etdiniz ki, yəni Azərbaycanlılar Pəhləvi sülaləsinin geri qayıtmasını istəmir və buna görə etirazlarda fəal olmadı. Amma müəyyən etirazlar oldu Güney Azərbaycan şəkildə, Təbrizdə olmadı, amma geniş şəkildə olmadı. Sizcə bu doğru strategiya idi? Mən düşünürəm ki, bilirsiniz, Güney Azərbaycanlılar da məsələni düzgün qiymətləndirdilər. Məsələn, orada bir qrup Ərdəbildə, Təbrizdə müəyyən hərəkətlənmə oldu. Çünki bu etirazlar aksiyalarında İsrail müxtəlif ölkələrin kəşfiyyat qrupları da bu etiraz aksiyalarının içinə soxulmuşdu. Hətta silahlı təxribata əl atanlar da onlar idi. Yəni, əgər 12 günlük müharibədə İsrail kəşfiyyatı İranın hərbi sisteminə nüfuz etmişdisə, vətəndaş cəmiyyətinə niyə sirayət etməsin? Mən düşünürəm ki, bu silahlı qrupların içində olublar. Və Güney Azərbaycan, bizim soydaşlarımız da, onlar da məsələyə tamamilə aydın şəkildə yanaşdılar. Çünki bilirsiniz, bu etiraz aksiyaları rejimin dəyişməsi üçün ayıqlanmamışdı ki, bunlar sadəcə iqtisadi inflyasiyaya görə müəyyən qədər etiraz etdilər. Sadəcə etirazların bu müəyyən qruplar var idi ki, onlar bu tamamilə proses başqa məcraya keçirdilər. Çünki İran xalqı rejimi dəyişmək üçün ayağa qalxmamışdı. İlk öncə iqtisadi islahatlara, bu iqtisadi vəziyyətə görə müəyyən etiraz edirdilər. Yəni, məsələ bu dərəcədə idi. Növbəti mərhələdə siyasi tələblər irəli sürüldü və məsələ tamamilə nəzarətindən çıxdı. Bu İsrailin mövqeyi də çox maraqlı oldu. Məsələn, 12 günlük müharibədən qabaq İsrailin baş naziri Benyamin Netanyahu Trampı daim inandırmağa çalışır ki, mütləq İrana zərbələr endirmək lazımdır. Bu dəfə isə tam tərsi oldu. Bu dəfə tam tərsinə İsrail baş naziri Trampı inandırırdı ki, İrana zərbə vurmayaq. Çünki belə bir fikir var idi ki, İrana zərbə vurulsa, bu belə deyək də etirazların yatırılmasına və molla rejimin güclənməsinə səbəb. Tamamilə doğru. Netanyahunun fikri bu idi. Bəli, o Netanyahu da, onlar da ona görə də yəqin nəyisə hesablamışdılar. Bəli, ona görə də onlar öz kəşfiyyat qruplarını İran etirazçılarının içinə yerləşdirmişdilər ki, bu etirazlarla bunlar hökuməti, hakimiyyət devrilsinlər. Əgər İrana qarşı hərbi əməliyyatlar keçirilsə, təbii ki, xalq meydanlardan çəkiləcək. Onsuz Pəhləvi onlara xidmət elədi. Ortaya çıxartdılar. Xalq meydanlardan çəkildi. Və rejim yenə də düşmən obrazı qabardacaqdı və xalq yenə də hökumətin yanında olacaqdı. İçdən rejimi dəyişə bilmədilər. Həqiqətən də bilirsiniz ki, İran rejimi güclüdür. Müxtəlif təbəqələrdə onların kifayət qədər tərəfdarları var. Həmçinin sepah güc strukturları hökumətin yanında olur. Sepah ona görə o vaxt yaratdılar ki, bu ordu xalqın tərəfinə keçsə, bir silahlı qrup rejimi müdafiə eləsin. Çünki iqtisadiyyat da sepahın əlindədir. Hər şey onların əlindədir. Hər şey əllərindədir. Ona görə də nə ordu, nə də təhlükəsizlik qrupları, nə də sepah xalqın yanına keçmədi, hökumətin, hakimiyyətin yanında oldu. Yəni, bütün təbəqələşmədə kifayət qədər güclüdür İran molla rejimi. Bunu da İsrail hakimiyyəti hesablayırdı. Və hesab edirdilər ki, bu etiraz aksiyaları kütləviliyə alacaq və laxlayacaq sistem. Amma olmadı. Hərbi əməliyyatlara da ona görə getmirlər ki, dediyimiz kimi rejim güclənəcək. Həmçinin rejimin əlində kifayət qədər bilirsiniz ki, ballistik raketləri var. Və onlar həqiqətən də İsrailə problem yarada bilərdi. Tək İsrailə yenə də o dövlətləri hədələdilər ki, o dövlətlərdə Amerikanın hərbi bazaları var. Bəlkə ona görə siz bir qədər əvvəl də dediniz, Səudiyyə Ərəbistan, Oman və Qatar qəti sürətlə Trampa dedilər ki, İrana zərbə vurma. Bəli, ona görə də həmçinin Hörmüz boğazını da bağlaya bilərdi. Bağlaya bilərdi 10-15 gün, sonra da vurulub sıradan çıxarılması. Özünə zərər edəcəkdi, neft sata bilməyəcəkdi. Bəli, özünə zərər eləyəcəkdi. Amma təbii ki, İsrailin bilirsiniz ki, ərazisi kiçikdir. 12 günlük müharibədə həqiqətən də İran raketləri İsrail üçün çox ciddi problemlər yaratmışdı. Yəni, İsrail də ondan dərs çıxardıb. İndi biz danışırıq, deyirik, amma müəyyən qədər məsələlər də obyektiv yanaşmaq lazımdır. Həqiqətən də İranın çox güclü raket sistemi var.
ballistik raketlər, kifayət qədər İsraildə onlar dağıntılar törətdilər, infrastruktura zərbə vurdular və İsrail hakimiyyəti həqiqətən də bu məsələdə şok yaşadı və ondan sonra İrandan bunlar atəşkəs müqaviləsinə getdilər və İran da hazırda da öz raket sistemini kifayət qədər gücləndirib, pualları gücləndirir və İsrailin də çəkindiyi ondan ibarətdir ki, növbəti raket zərbələri gələcək, puallar gələcək. Çünki İsrailin dəmir qübbəsi də kifayət qədər həmin raket sistemlərini zərərsizləşdirmək istiqamətində tam axıra kimi dözümlü ola bilmir də, sıradan çıxırlar. Yəni İsrail bir növ geniş miqyaslı müharibənin onun üzərinə gələcəyindən də müəyyən qədər çəkindi. Məhəmməd bəy, indi biz danışırıq etirazlar nisbətən səngib, amma siz də dediniz, mən də qeyd etdim. İqtisadi problemlər həll olunmayıb. Həll olunması da çətindir, çünki sanksiyalar var. Bu belə olan halda mənim İran prezidenti Məsud Pezeşkiyan gələcək siyasəti maraqlandırır. Siz dediniz onun perspektivi ki, Məsud Pezeşkiyan hakimiyyət öz əlində cəmləşməlidir. Onun da iki yolu var. Ya həqiqətən fəallaşacaq, konstitusiya dəyişikliklərini tələb edəcək, ya da elə keçmiş prezidentlər kimi ali dini liderin kölgəsində qalacaq. Sizcə bu addımlardan hansını seçəcək o? Çünki birinci yol da riskli yoldur. Gələk onu da qarşı durmaya gedəcək ali dini liderlə. Pezeşkiyanla onsuz ali dini liderin demək olar ki, baxışları üst-üstə düşmür. Tamamilə fərqlidir. Mən düşünürəm ki, hazırda elə İran siyasi elitasında da bu müstəvidə danışıqlar gedir. Çünki bu danışıqların nəticəsi Amerikanın İrana qarşı siyasi və hərbi baxışlarına da təsir edəcək. Çünki Amerika onlara vaxt verib. Müəyyən təkliflər, struktur islahatlar. Əgər həm də sanksiyaların aradan qaldırılması, yox, Xamneyi öz mövqeyində qalacaqsa, proses İran üçün fəlakətli olacaq. Hərbi əməliyyatlar və digər senarilər mütləqdir. İkincisi də Pezeşkiyan da islahatlara da getməsi, mən düşünürəm ki, təbii ki, bunu tələb eləyəcək rejimdən, İranın ali dini rəhbərliyi ilə ki, islahatlar verilsin. Mən düşünürəm ki, İran rejimi müəyyən qədər səlahiyyətlər verə bilər ki, bu böhrandan çıxa bilsin, amma kiçik ölçüdə. Ciddi şəkildə geniş səlahiyyətlər verilməyəcək. Bu böhranı atlatmaq üçün, müəyyən vaxt tutmaq üçün, bəli. Amma vaxt tutmayacaqlar. Çünki o 4 konkret qarşılığında qoyulan 4 tələb var. Tramp da onlarla yəqin zarafat eləmir. Təbii ki. Düzdür, Tramp fikrini tez-tez dəyişə bilər, amma bu 4 tələb konkret tələbdir. Ciddi tələbdir. Bəli. Məsəl üçün tələb olunur ki, ad yazılmasa da Hezbollah Hamasa pul ayırma, silah vermə. Bu əvvəllər də səslənirdi. Amma yenə də görürdün ki, son məlumatlara görə keçən 1 milyar dollara yaxın Hezbollaha dəstək verildi. Bəli, dəstək verildi. Bunlar imtina edəcəkmi? Əsas suallardan biri budur. Təbii ki, elə Amerikanın da tələbi və təklifi ondan ibarətdir. Yəni, mən düşünürəm ki, İran rejimi çətin bu tələblərdən geri çevrilər və indi deyirlər ki, biz buna əməl eləyəcəyik. Amma dediyim kimi, vaxt tutmağa çalışacaqlar, problem hardadır, onları daxildə həll etməyə çalışacaqlar, daha da güclənməsi istiqamətində. Amma bunlar artıq gedən geosiyasi prosesləri qəbul etməlidirlər, reallıqları qəbul etməlidirlər. Dünyada hansı proseslərin baş verdiyini ilə ali dini Xamneyə başa salmalıdırlar. Məsələn, bir Putin deyir ki, mən internetdən istifadə etmirəm, bilmirəm dünyada nə baş verir, belə bir informasiya. Görünür, Xamneyi də gedən prosesləri düzgün qiymətləndirə bilmir. Kafası 1989-cu ildəki kimi işləyir, prosesləri hələ 90-cı illərdəki kimi vəziyyətlə baxırlar. Yəni, təlimatçılar da ona düzgün məlumatlar verməlidir. Bu böhrandan çıxış yolu tapmaq lazım. Çünki əslində İran hakimiyyəti içində, hətta o mollalar içində bir müzakirə başlamalıdır. Təbii ki, biz dəyişməsək, bizi yenə də dəyişdirəcəklər. Etirazlar, bizi ya da dəyişəcəklər, daha pis dəyişəcəklər. Bəli. Mən sizə əminliklə deyirəm ki, indi hazırda Trampla zarafat etmək olmaz. Əgər bunlar getməsə, bunlar Xamneyinin harada gizləndiyini də bilirlər. Onsuz 12 günlük müharibədə bunlar bilirdilər.
dünya bunların əllərindədir. Trump da dedi, vura bilərdi, sadəcə istəmədim. Hətta Pezeşkiyanı da vurdular, amma elə atdılar ki, ölməsin də bir xəbərdarlıq idi. Yəni bundan sonra ayılın, özünüzə gəlin, silahlara gedin. Əgər bunlar getməsə, onların qaçacaq yeri olmayacaq. Tamamilə İran ali dini rəhbəri ilə Pezeşkiyan da hamısını Amerika aradan götürəcək. Bilirsiniz, neçə illər hakimiyyətdə qalan Səddamın dar ağacından bunlar asdılar. Müsəlmanların özü müqəddəs Qurban Bayramı günündə. Muammar Qaddafini öz vətəndaşları Muammar Qəddafini öz vətəndaşları döyə öldürdülər. Öz vətəndaşları idi, həmçinin Mossian agentləri idi. Öyrədilmiş adamlar. Öyrədilmiş də agentlər idi, bəli. İranda da bu ola bilər. Elə İrana daxildən öz vətəndaşları vurdular. Mossadın agentləri idi, İran vətəndaşları idi. İsrail, Yahudi gəlib oran partlatmayıb ki. Orada hamısını farsları öz tərəflərindən çəkdilər. Alimləri öldürən Yəhudilər deyil ki, İran vətəndaşları, farslar öldürülür. Sadəcə İsrailin təlimatı əsasında. Bəli, kəşfiyyatı yaxşı iş edir. Həmasın rəhbəri İsmail Xaniyan Tehranın yatdığı yerdə kim şəkildə prezidentin and içməsinə gəlmişdi. Özləri koordinatları veriblər. Koordinatları vermişdilər. Elə o koordinatları sabahları elə Xamneyin harda olduğu koordinatlarını kim vermişdi, elə özləri vermişdilər. Bunlar əfsanəvi general Qasım Süleymani. İntiqam vədi verilmişdi, amma intiqam alanmadı. Çünki sən Amerikaya necə cavab verə bilərsən? Elə özləri bu məsələdə öz koordinatları vermişdi. Amerika ilə hansı intiqamla danışacaqsınız? Məhəmməd bəy, o 4 tələbdən danışarkən əslində ora bir tələb də əlavə olmalı, amma bizim maraqlara cavab verən tələbdir. İran Konstitusiyası 15-ci maddəsində bu yerli xalqlara öz ana dilində tədris haqqı verilməlidir, amma verilmir də. Elə Azərbaycan prezidenti İlham Əliyev də ilin əvvəlində geniş mətbuat konfransında jurnalistlərə verdiyi mətbuat konfransında İranın adını çəkmədən belə bir fikirlər də söylədi ki, Azərbaycan dili geniş təbliğ olunmalı, bəzi ölkələrdə sıxışdırılır, onlayn tədris barədə fikirlərini söylədi. Bax, indi İran biz tək uranın adını çəkir, uranı zənginləşdirmə imtina etməlidir, ballistik raket silah istehsalını azaltmalıdır, proksi qüvvələrə dəstək verməlidir. Amma İranda yaşayan xalqlara da, o cümlədən əsas xalq olan Azərbaycan öz dilində danışmaq imkanı, tədris imkanı, adi bir şey ki, Azərbaycanlı ailələr övladlarına Azərbaycan adı qoya bilmirlər. Biabırçılığa bax. Bu istiqamətdə bir dəyişiklik görəsən olacaqmı? Təbii ki, ona gedilməlidir. Amma onu ilk növbədə Azərbaycanlılar özləri tələb etməlidirlər. Güney Azərbaycan. Elə bu arada imkan. Bu arada bəli, milli hökumət öz hüquqları uğrunda mütləq şəkildə tələb etməlidirlər. İkincisi də bilirsiniz ki, Suriya prezidenti ötən gün Əhməd Şara Suriyada Kürd dilinin dövlət dili statusu verilməsi barədə sənəd imzaladı məktəblərdə. Həmçinin Novruz bayramında onların Suriyada bayram kimi də tətilin keçirilməsi görürsünüz açılım siyasətidir. Hətta orada Kürdlərin düz vətəndaşlığı yox idi. Amma geniş şəkildə onlara hüquqlar tanındı. İranda da mütləq şəkildə oradakı 40 milyona yaxın Azərbaycanlıların hüquqları tanınmalıdır. Düzdür, İran ali dini rəhbəri Xamneyi Azərbaycanlıdır. Prezident Məsud Pezeşkiyan Azərbaycanlıdır. İranın müdafiə naziri Azərbaycanlıdır. Sepahın bir çox komandirləri Azərbaycanlıdır. Çox maraqlıdır həqiqətən. Amma ideologiya tamamilə fars millətçi, fars ideologiyasında qurulub. O da bir sinədən asılıdır. Qüvvələr nisbəti dəyişsə İranda, bilmək olmaz o İran generallar, Azərbaycanda olan İran generalları özlərini necə aparacaqlar? Necə aparacaqlar? Bəli, Məsud Pezeşkiyan onların içində daha çox millidir. Çünki onun danışıqları, onun bəyanatları bir çox Azərbaycan dilində də danışma. Mən düşünürəm ki, daha da millidir. Amma bilirsiniz ki, dünya dəyişir. Yeni dünya siyasi nizamı qurulur və tarixin analogiyasında bir çox ölkələr sıradan çıxır, xalqlar çıxır, yeni dövlətlər yaranır, sərhədlər dəyişir. Azərbaycan 2-ci Qarabağ müharibəsindən qələbə əldə edib, öz ərazi bütövlüyünü təmin edib və Azərbaycanın da bundan sonra da bizim əsas vəzifəmiz bütöv Azərbaycan xalqıdır. Necə cənab prezident İlham Əliyev daimən deyir ki, mən 50 milyon xalqın prezidentiyəm.
Azərbaycan dilinin qorunması, inkişafı istiqamətində açıqlamalar, tapşırıqlar verir. Təsadüfi deyil, bu sıradan bir məsələlər deyil. Azərbaycan Silahlı Qüvvələri də bilirsiniz, günü-gündən güclənir. Adi briqadalar yox, daha döyüş əməliyyatlarını çətin relyefdə aparmaq üçün komandolarımız var. Və bu istiqamətdə çox güclü bir strategiyamız var. Və Güney Azərbaycanlıların taleyini də biz heç vaxt bicana qala bilmərik. Necə ki, 13-cü günlük müharibədə Azərbaycan rəsmi şəkildə İsrailə demişdi ki, Cənubi Azərbaycanda əməliyyatlar aparma, oradakı humanitar obyektlərə zərbələr vurma, onlara zərər dəyməz. Onlar bizim soydaşlarımızdır, ora Təbriz bizim vətənimizdir, bizim mənəvi paytaxtımızdır. Biz 10 milyonluq, onlar 40 milyon. Onlar bura mayaq kimi baxırlar. Biz güclənirik. Biz Qarabağ məsələsi ilə də Ermənistan üzərində tarixi, siyasi, hərbi, psixoloji böyük bir qələbə əldə etmişik 21-ci əsrdə və ərazilərimizi işğaldan azad etmişik. Hansı dövlət 20-ci, 21-ci əsrdə bunu edib? Pis bir dövlət. Azərbaycan. Və 40 milyon Azərbaycanlıların da taleyi məhz Azərbaycan Respublikasına asılıdır. Biz gedən prosesləri düzgün qiymətləndirməliyik və İranda sabahları proseslər dəyişsə, federasiya quruluş və yaxud parçalanmaya da biz hazır olmalıyıq. 40 milyon Azərbaycanlılar, ora 120 min kvadrat kilometr bizim ərazimizdir, bugünkü İran. Ta Həmədana qədər. Urmiya, Həmədan, Azərbaycan torpaqlarıdır və Azərbaycandan sınq qapak yaşadığı ərazilərdir. Orada farslar da bilirsiniz, kifayət qədər azdır. Farslar Xorasan əsasən mərkəzi şərq istiqamətində yaşayırlar. Cənub hissədə daha çox ərəblər yaşayır. Və biz mütləq şəkildə Cənubi Azərbaycanın da taleyinə biganə qala bilmərik. Sabahlar force major məqamlara da daima hazır olmalıyıq. Onların hüquqları, onları heç vaxtda biz taleyin hökmünə buraxmamalıyıq. İmkan verməməliyik. Verə bilmərik ki, sabahlar Tehran rejimi gəlib Təbrizdə, Ərdəbildə soyqırımlar törətsinlər. Necə ki, bunu 1920-ci ildə ediblər, 1940-cı illərdə ediblər. Bundan sonra qəti surətdə biz imkan vermərik ki, Fars millətçiləri gəlib Təbrizdə bizim soydaşlarımıza qarşı silah işlətsinlər, onlara qarşı faciət törətsinlər. Onu biz sabahlar Azərbaycan əskəri Təbrizdə, Ərdəbildə ola bilərlər, onu yaxşı bilsinlər. Təşəkkür edirəm. Elə bu notlar üzərində də proqramı yekunlaşdıraq Məhəmməd bəy. Həqiqətən İranda baş verən və ya baş verəcək bütün hadisələrə biz hazır olmalıyıq, müxtəlif ssenarilərə. Əziz seyircilər, xatırladıram ki, proqramımızın bugünkü qonağı Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə idi. İranın İrəvandakı səfiri mətbuat konfransı keçirib və onun mətbuat konfransında söylədikləri əslində İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və indi də var. Və bu iki dövlətin bu vaxta qədər bir-birlərinə iradları olmayıb. Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni olan ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığa getməsi, əməkdaşlığı genişləndirməsi, üstəgəl ərazisində Tramp yolunun inşasına imza atması, deyəsən Tehranı İrandakı rejimi İrəvana qarşı hərəkətə keçməyə sövq edib. Baxın, İran səfirinin açıqlamasına baxın. Görün nə deyir, sitat. Ermənistan getdikcə İrana qarşı düşmən münasibətdə olan ölkələrə dəstək verir və bu ölkələrin mərkəzinə çevrilir. Bu açıqlamanın özü ikili münasibətdə də gələcək təlatümlərdən xəbər verir. Aydındır ki, İran səfiri öz Xarici İşlər Nazirinin təlimatı əsasında bu açıqlamanı verib və İran səfiri həm də o narazı salıb ki, səfirlik qarşısında İran vətəndaşlarının etirazına şərait yaradıb. Onlar deməli İranda hadisələrə ki, etirazlar polis rejimi ilə, polis gücü ilə yatırılmış, ona etiraz edirdilər. Və Ermənistan səfiri həm də ona narazı salıb ki, niyə Ermənistan polisi İran səfiri qarşısında bu etirazı dağıtmayıb. İranlı diplomat belə bir cümlədə işlədib, sitat, ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əli uzadıb.
İndi isə onun fikrincə İrəvan Tehrana arxasını çevirib. Əslində səfirin son cümləsini belə oxumaq lazımdır. Azərbaycan torpaqlarının işğalında sizə verdiyimiz dəstəyi nə tez unutdunuz? Yəni bu İranın görünür İrəvana mesajıdır. Əslində Ermənistanın baş naziri də Nikol Paşinyan da İranda gec və ya tez rejimin dəyişəcəyinin fərqindədir. Ona görə də o İrandakı bu qəddar rejimlə tərəfdaş olmaqdansa sözdə deyə bilər İranla tərəfdaş. Amma reallıqda bu rejimlə tərəfdaş olmaqdansa dünyanın super dövləti olan ABŞ-la sıx tərəfdaşlığa üstünlük verib. Bu əslində uzun illər Azərbaycana qarşı işğalçı siyasət yürüdən, Ermənistana dəstək verən İrandakı rejimə də yaxşı bir dərs olmalıdır. Bu dərsdən nəticə çıxaracaqmı? Bunu gələcək aylar göstərəcək. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.